Rəqsənə hər vaxtın xeyir olsun. Salam Çınarə, hər vaxtın xeyir olsun. Sənin də vurğuladığın kimi Azərbaycanda məhkumlarla bağlı humanist addımların atılması məsələsi hər zaman diqqət mərkəzindədir və adətən bu cür addımlar xüsusi bayram günlərində və xüsusi meyarlarla atılır, həmin meyarlara uyğun olaraq atılır və indiki məqamda vəziyyət hansı yerdədir və həmin xüsusi meyarlar hansılardır? Daha təfərrüatlı informasiyanı almaq üçün elə üz tutduq Əf Komissiyasının üzvü Əli Məmməd Nuriyevə. Xoş gördük Əli Məmməd bəy. Buyurun, təfərrüatları sizdən eşidək. Salam, xoş gördük. Tamaşaçılarımızı salamlayırıq. Əf bir prosesdir və əf hüququ Cənab Prezidentin müstəsna konstitusiyon səlahiyyətidir və əfin nə zaman verilməsi məsələsi ilə bağlı qərar Cənab Prezidentin səlahiyyətləri çərçivəsindədir. Ona görə bəzi hallarda biz başa düşürük, gözləntilər yaradırlar. Çünki hansısa bir bayramlar ərəfəsində, tarixi hadisələr ərəfəsində belə bir gümanlar olur ki, əf olacaqdır. Amma nəzərə almaq lazımdır ki, bu il artıq bir dəfə əf sərəncamı Cənab Prezident tərəfindən imzalanmışdır və ilin sonuna qədər əf komissiyasının iclaslarının keçilməsi ilə bağlı hər hansı bir məlumat yoxdur. Əf özü bir prosesdir və burada normativ və humanist meyarlar, qiymətləndirmələrlə həyata keçirilir. İlk növbədə Əf komissiyasının katibliyi və Prezidentin əf hüquq mühafizə orqanları ilə iş şöbəsinin əf sektoru daimi işləyir. Müraciətlər fasiləsiz daxil olur, emal olunur və hər bir müraciət diqqətlə araşdırılır, onunla bağlı arayış hazırlanır və komissiyanın sədrliyinə təqdim olunur. Daha sonra bu arayışlar toplandıqdan sonra komissiyanın iclasları çağırılır və iclaslarda məsələlər müzakirə olunur. Müzakirə hər bir şəxslə bağlı, müraciətlə bağlı məsələ diqqətlə araşdırılır və rəy hazırlanır və Cənab Prezidentə təqdim olunur, Cənab Prezident tərəfindən son qərar qəbul olunur. Yəni dediyim kimi bu uzun bir prosesdir və ona görə də qısa bir müddət ərzində prosesini həyata keçirmək o qədər deyil. Digər tərəfdən hansı meyarları vardır? Əlbəttə ki, ilk növbədə prinsiplərə diqqət yetirmək, mərhəmət və humanizm prinsipidir və bilirsiniz ki, Azərbaycan dövlətinin də fəaliyyətində əsas məsələ mərhəmət prinsipi, humanizm prinsipi durur və Cənab Prezidentin fəaliyyətinin əsasını bu prinsiplər təşkil edir və indiyə qədər 71 əf sərəncamı olmuşdur. 95-ci ildən bugünə qədər, yəni müstəqillik əldə edildi konstitusiya qəbulundan sonra. 33 əf sərəncamı Ulu Öndər tərəfindən imzalanmışdır, amma 38 əf sərəncamı isə hörmətli Cənab Prezident İlham Əliyev tərəfindən imzalanmışdır. Və burada əsas diqqət nədir? Hər şeydən əvvəl edilən cinayətin ictimai təhlükəlilik dərəcəsi nəzərə alınır, cəzanın çəkdiyi müddət nəzərə alınır, ailə vəziyyəti nəzərə alınır, statusu və bu şəxsin xalq qarşısında, cəmiyyət qarşısında belə deyək ki, mövqeyi nədən ibarət olub, bütövlükdə hansı işlər görüb, səhhəti, sağlamlığı, dəymi ziyanın nə qədər ödənilib, eyni zamanda əlbəttə ki, zərər çəkmiş şəxsin mövqeyi. Bütün bunlar hamısı kompleks şəkildə qiymətləndirilir və cəmiyyətin, dövlətin, eyni zamanda zərər çəkmişin və həmçinin təqsirlərindən, daha doğrusu məhkumun maraqları arasında ortaq balans tapılaraq bununla bağlı rəylər hazırlanır və Cənab Prezidentə təqdim olunur. Və Cənab Prezident tərəfindən də artıq kimin əf olunub-olmaması barədə qərar qəbul olunur. Ona görə bu il artıq bir dəfə əf sərəncamı olmuşdur. May ayında bilirsiniz ki, 200-dən artıq şəxsə şamil olunmuşdur. Ona görə mənim böyük gözləntim yoxdur ki, ilin sonuna qədər növbəti əf sərəncamı ola bilər. Amma yenə də xüsusi olaraq vurğulamaq istərdim. Bu Cənab Prezidentin müstəsna konstitusiyon səlahiyyətidir və qərar qəbul etmək, nə zaman qəbul etmək də Prezidentin müstəsna səlahiyyətinə aid olan məsələlərdir. Təşəkkür edirəm. Çox sağ olun informasiyaları bizlə paylaşdığınız üçün. Dediyimiz kimi humanist addımlar bu yöndə atılır davamlı olaraq və məhkumların azadlığa çıxdıqdan sonra da cəmiyyətə yenidən sosial adaptasiya müddətinin yəni rahat aparılması üçün də mütəmadi olaraq işlər görülür. Amma indiki məqamda elə əf komissiyasının üzvü də bu barədə qeyd elədi ki, artıq bir dəfə bu il ərzində əf artıq olub və bundan sonraki ilin sonuna doğru artıq olmayacaq. Amma irəliyən dövrdə bizi nələrin gözlədiyi ilə bağlı da mütəmadi informasiyalar təqdim olunacaq. Çatdıra biləcəklərimiz bu qədərdir. Sözü yenidən sizə ötürürəm. Təşəkkürümü bildirirəm Rəqsənə bu aktual mövzu ətrafında fikirləri öyrəndiyin üçün.